ekoloq Qorxmaz İbrahimli ilə bağlantı edəcəyi çimərliklərdə hansı səhvlər faciəyə səbəb olur? Çünki bu sual çox önəmlidir bu mövsümdə. Dəniz və çimərliklərə axın artsa da hər il bu dövrdə təəssüf ki, boğulma halları da ciddi narahatlıq doğurur. Xüsusilə nəzarətsiz ərazilərdə baş verən faciələr qeyd etdiyim kimi bir daha təhlükəsizlik qaydalarının vacibliyini gündəmə gətirir. Mütəxəssislər bildirir ki, səbəblər arasında həm maarifləndirmə çatışmazlığı, həm də fərdi ehtiyatsızlıq xüsusi yer tutur. Biz də buna görə istəyirik ki, bu məsələ ilə bağlı bir bağlantı edək, əlimizdən gəldiyincə gündəmdə saxlayaq. Qorxmaz bəy, sabahınız xeyir olsun. Necəsiz? Sabahınız xeyir, xoş gördük, hər vaxt. Təşəkkür edirik. Qorxmaz bəy, bu son hadisələrdən yəqin ki, siz də xəbərdarsınız. Ümumiyyətlə, bu son statistikalar 19 gündə 12 nəfərin ölməsi, ardınca 4 nəfərin bir gündə dünyasını dəyişməsi, boğulma hallarının çox olması səbəbindən sizi narahat elədik. Əsas səbəb nədir? Nəyi bilmirik, nəyi düz eləmirik? Harada səhvə yol veririk? Əslində bu nəticədir, üzücü bir nəticədir. Biz xüsusən gənc ehtiyat insanlarımızı itiririk. Dövlət öz resursların, ailələr bilirsiniz ki, 1-2 uşağı olur, övladlarını itirirlər. Çox üzücü haldır. Bunun da nəticənin səbəbi nədir? Səbəb də bizim məktəblərimizdə üzgüçülük təlim olunmur, üzgüçülük öyrədilmir, insanlara dənizlə, göllə, çayla, kanalla davranış öyrədilmir. Bu, halbuki ibtidai təhsildən başlayaraq öyrədilməlidir. Bu, birinci növbədə şübhəsiz ki, Elm və Təhsil Nazirliyinin, Səhiyyə Nazirliyinin, Mədəniyyət Nazirliyinin problemidir. Bir tərəfi, ölkənin bir tərəfi, şərq hissəsi başdan başa dəniz olar, ölkənin içərisində çoxlu sayda dərin kanallar olar, çaylar, göllər olar və bu insanlar, gənc insanlar nə yazıq ki, dənizdə boğulur. Bunun səbəbi yalnız və yalnız maarifləndirmənin olmaması, öyrədilməməsi dediyim kimi budur və bir də şübhəsiz ki, çimərliklərdə xilas edicilər, Fövqəladə Hallar Nazirliyinin xilas ediciləri, dalğıcları var, onlar qoruyurlar. Əsasən burada demiyorlar ki, boğulma halları yoxdur. Əsasən, necə deyərlər, kənar çimərliklərdə baş verir. Əgər insanların toplu getdiyi yerlər varsa, oralara mütləq yenə Fövqəladə Hallar Nazirliyinin xilas ediciləri qoyulmalıdır. Nə yazıq ki, hökumətin də hər addım başı, yəni xilas edici təyin etmək borcu və imkanı yoxdur. Bu, ayrı yerlərdə olur. Fəqət dediyim kimi, bizim tək çimərliklərimizdə deyil, kanallarımızda, Kür çayında, Araz çayında, Mingəçevir su anbarında, Şəmkir su anbarında, digər su anbarlarında insanlar sərinlənmək üçün girməzlər, amma boğulma halları nə yazıq ki, belə yerlərdə başlayır. Yəni, siz maarifləndirmə deyəndə nə nəzərdə tutursunuz? Məktəblərdə başlasın bu üzmək öyrənmələr? Məktəblərdən başlasın. Məktəblərdən üzgüçülüyün öyrədilməsi mütləq öyrədilməlidir, məcburi öyrədilməlidir. Çünki biz dediyim kimi dəniz ölkəsiyik. Amma sizcə bizdə bu şərait varmı ki, məktəblərdə bunu öyrətsinlər? Bu artıq Təhsil Nazirliyinin problemidir ki, bunu eləməlidir və ən azından dərsliklərdə bu haqda ciddi şəkildə öyrədilməlidir. Yəni, bunun fəlsəfəsi anladılmalıdır. Suya girdikdə, yəni ilkin suya necə girilməlidir? Yəni, bunun üçün hovuz lazım deyil ki, bilirsiniz ki, istənilən idman növü kimi üzgüçülüyə başlamamışdan qabaq da müəyyən şeyləri öyrədirlər. Hətta məşqçilər uşaqları hovuza, dənizə buraxmadan öncə onlara müxtəlif texnikaları öyrədirlər. Bu texnikaları gözlə oxuyub, səslə eşitmək olar. Bu baxımdan mən deyirəm. Yəni, bunlar öyrədilməlidir. Mütləq dərsliklərdə olmalıdır. Xüsusən sinif dərsliklərində olmalıdır. İnsanlar, bilirsiniz, artıq müxtəlif şayələrlə yaşayırlar bugün. Dənizin qumunu çıxardırlar, boğulur insanlar. Müxtəlif şayələr, güya hardansa gəlib insanlar, dənizdə üzən insanları dartıb batırırlar. Bunlar hamısı şayələrdir. Heç kimsəni batıra bilməz, batırmaz, belə bir şey yoxdur. Dövlət tərəfindən qorunur insanlar. Fəqət təcrübəsizlikdən, xüsusən insanlar harada boğulur? Suyun dayaz hissəsində, dərin hissəyə gedib boğulan yoxdur. Çünki çox dərinə gedənlər olmur. Mən özüm hər gün dənizdə üzən bir insan olaraq və dənizin içərilərində üzdüyümə görə bilirəm ki, orada çox az adam olur. Bizim kimi üzməyi bilən və yaxud da batma halında qurtulmağı bacara biləcək, panik olmayacaq insanlar orada üzə bilirlər.
Başqa insanlar getmir. İnsanlar çimərliklərin, hətta bizdə bilirsiniz, çimərliklərdə bir dənə xəbərdar edici şar var. Yəni ondan o tərəfə yoxdur. Avropa ölkələrində, dünyanın hər yerində 3-dür. Yaşıldır, sarıdır, qırmızıdır. Hətta qırmızını keçənə belə bir söz demirlər. Çünki nəzarət olunur. Amma dediyimiz qeyri-rəsmi, qeyri-qanuni çimərliklər və yaxud da gedib yol gedirdim, dəniz gördüm, girdim, üzdüm və baxdım. Bu artıq nə yazır ki, bizi çox üzücü edir. Yəni son illərin statistikası da göstərir ki, son hər ilin statistikasına baxsaq, 2024, 26, 25, 26-cı illərdə onlarla gəncimiz suda batır. Yəni adamlar bəziləri içkili vəziyyətdə gedib girirlər. Yəni bunların hamısı öyrədilməlidir. Su ilə oynamaq olmaz. Amma sudan qorxmaq da lazımdır. Sudan istifadənin, yəni çimərlikdə, dənizdən, göldən, çaydan üzmə qaydalarını bilmək lazımdır ki, bax. Bir də olunan xəbərdarlıqların qulaq ardı edilməsi də insanlar, yəni xüsusilə o 4 nəfərin batdığı gündən əvvəl də Fövqəladə Hallar Nazirliyinin küləkli hava şəraiti ilə bağlı çağırışı var idi, sonra həmin gündə var idi. Yəni bu müraciətlər niyə eşidilmir heç olmasa? Bu da maarifləndirilmə probleminin nəticəsidirmi sizcə? Bəli, əlbəttə onun nəticəsidir. Bir də sosial media insanları daha çox belə havalara atır, dənizə gedirlər, suya girirlər. Məsələn, deyək ki, Atlantik okeanında, Sakit okeanında, dalğalı, fırtınalı havalarda üzən, sörf edən insanlar var. Sosial mediada bunu görənlər, mətbuatda bunu görənlər gedib, Instagramda bunu görənlər gedib, onlar da yoxlamaq istəyirlər və nəticə acı olur. Bilmirlər ki, orada birincisi təcrübəli insanlar üzür, bu işi əvvəldən öyrənən insanlar üzür. Yəni, kimisə təqlid eləmək bizdə bir də üzücü olaraq bir şeydir ki, kimisə təqlid eləmək həvəsi var. Təqlid eləməyin də acı nəticəsini yaşayırıq. Qorxmaz bəy, siz bayaq qeyd etdiniz ki, insanlar dərinlərdə batmırlar, daha çox dayaz yerdə batırlar. Bu necə olur? Bunun izahını anlamaq istəyərəm. Yəni, insan, məsəl üçün, dənizin çimərlikdə biraz da irəli gedir, nəzarətdən çıxırlar kənara və yaxud dənizdə biraz ayaqları yerdən üzülən vaxtı panik olurlar. Yəni, gedir 2 metrə, ayağını atır, biraz üzəndə, azacıq üzə bilən, gedir çıxır bir dərin yerinə 2 metrəyə. 2 metrə yarıma gedir, 2 metrə yarıma da çatırlar. Və orada ayağını yerə qoymaq istəyəndə ayaq dartılır, həyəcandan kramp girir, adam bir də əlin qaldırır, şaquli vəziyyətdə imdad demək istəyəndə, kömək istəyəndə, onda necə deyirlər, bir mıx kimi suyun dibinə gedirlər və ağzı su boğulurlar. Çox bəsitdir orada, yəni boğulma. Halbuki, məsələn, mən üzdüm, getdim, dənizin dərin yerində olduğumu gördüm. Qoy, dərin yerdəyəm, ən azından arxası üstə uzanıb, əl və ayaq hərəkətlərlə, yavaşça hərəkətlərlə yardım gözləməliyəm. Və yaxud da insanlar çimərliklərdə üzərkən, küləkli havalarda bəzən deməli, dalğalar gəlir, gələndə axıntı yaradır. Bu axıntılar insanları geri dənizin içinə aparır. Aparır, bəli, batır aparır. Maksimum 50 metrə enində olan bu axıntılar insanı götürəndə insan yenə panik olur və axına qarşı üzməyə, geri qayıtmağa çalışır. Bu zamanda batırlar. Onun üçün nə eləmək lazımdır? İnsan sağa və yaxud da sola sakitcə üzməlidir. Çünki içəri getdikcə dalğa zəifləyir, həmən o axıntı zəifləyir, növbəti dalğa ilə sən geri qayıda bilərsən, sahilə atarsan. Yəni, elementar şeyləri insanlar bilmədiklərinə görə baxırlar. Bu bir daha qayıdıram sizin sualınızda ki, 2 metrə, 50 santim dedək, 2 metrə yarım məsafədə, dərinlikdə batırlar. Son olaraq, valideynlərə nə tövsiyələriniz olardı? Çünki ən çox bunun acısını çəkən onlar olur. Necə ki, valideynlər övladlarını ibtidai sinifə hazırlığa qoyurlar, necə ki, ali məktəbə hazırlığa qoyurlar, eləcə də valideynlər istər dəniz ətrafında, istər göl, çay ətrafında mütləq üzgüçülüyü öyrətməlidirlər. Məktəb öyrətmirsə, valideynlər öyrətməlidirlər. Harada, hansı üsulla, necə ki, dediyim kimi, məktəblərə, universitetlərə hazırlığa qoyurlar, eləcə də bir ay içərisində övladları üzmənin texnologiyasını öyrənərlər və rahat olarlar ki, istənilən yerdə çayda batmayacaqlar, rahat kanaldan üzüb keçəcək. Çox təşəkkür edirik. Əslində hələ suallar da verə bilərdik. Vaxtımız qısadır, çox təəssüf ki, çox maraqlı həm söhbətsiz, çox maraqlı da cavablar verdiniz. Tövsiyələriniz üçün də təşəkkür edirik. Valideynlər də eşidir yəqin ki, əslində hovuz qiymətləri kifayət qədər baha olduğuna görə əksəriyyət yəqin ki, uşağını üzgüçülüyə qoya bilmir.
Məktəblərdə üzgüçülük öyrədilməsi məsələsi əslində hardasa, məsələn, bədən tərbiyəsi dərsi var da məktəblərdə. Heç olmasa uşaqları hər məktəb bir dəfə apara bilər də o hovuz. Əlbəttə. Tanışlıq ola bilər, ən azından o primitiv elementləri öyrədə bilərlər. Hansısa bir formada olması, bax, ağlabatan da əslində. Niyə də olmasın? Məncə də.